Bir daha Xudavand Allah salavat savablarından sizi kənar eləməsin. Əziz Qarabağımızın şəhidlərin, Azərbaycan şəhidlərin ruhlarına, Kərbala şəhidlərin ruhu ilə bahan bir salavat söyləyək. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil faraccahu. Cemaat, Reyhan İbn Şabib adlı bir şəxs deyir, mən İmam Rıza Aleyhisselamın ziyaretine gittim. Məhərrəm ayıdır deyir, indiki kimi. Deyir, imam mənə dedi ki, ey Şabibin oğlu, oruç tutmuşsan? Dedim, yox. Ramazandan sonra Məhərrəm ayının da müəyyən günləri var ki, oruç tutmaq, istiğfar etmək, tövbə etmək çox deyilir kitablarımızda. Ben neye göre əsaslandırıram? Ben de bir okuyan kimi, araştıran kimi. Çünkü Kur'an'ın 36. ayəsi, Tövbə 9'da Allah 4 tane ayı haram, hürmeti saxlanılan ay qərar verir. O ay hansıdır? Zilqiddə ayıdır, Zilhiccə ayıdır, Məhərrəm ayıdır ve Rəcəb ayıdır. Məhərrəm ayı qadağadır müharibə eləmək, cəng eləmək, zülm, fəsad etmək. Quran deyir ama Yazid ise İslam xilafətinə yiyələnib, Quran dediğinin əksine edib. Bak bu Məhərrəm ayındaki istiğfar ayıdır, oruç müəyyən günlər var tutulmalı, Ramazanın ayında rəhmət ayı olarak bunu da qeyd edirlər. Azizler, İmam Rıza Aleyhisselam'ın yanına gelen o kişiye imam buyurdu. Bu elə bir gündür ki, cahiller cehalet dövründe Məhərrəm ayına hürmet edirlər. Bak. Cahildir. Cahiller Məhərrəm ayının hürmetini saxlayırdılar. Ancak ey Şəbibin oğlu, bu ay Peygamberin hürmetini sındırdılar. Peygambere, Allah'a itaatsizlik ettiler. Bu ayda Peygamberin evlatların ve ailesini esir ettiler. Ve mallarını garet ettiler. Allah bu ameli onlara bağışlamayacak. Xırda balaların gözyaşları səbəb oldu, saçları o uşaq ikən ağardı. Ay cəmaat, Yazid dəstur vermişdi. Kim baş gətirsə bir dənə mənə baş, kəsib baş, mən ona anam verəcəyəm. Şümür Məlun Hüseynin başını gətirdi. Hərmələ dedi 6 aylığın boğazını mən parçalamışam. Zacır dedi Abbasın başını kəsmişəm. Əzraq dedi Qasımın başını kəsmişəm. Hər məlun bir baş gətirdi, ənam alsın. 72 baş tutardı. Elə ki baş çatmırdı, girirdilər xeymələrə. Körpə qızları yıxıb yerə başlarını kəsib, deyirlər buyurun, bizə ənam verir. Ona görə İmam Rıza deyir ki, onlar Peygamberin hürmet eləmədilər, balalarını əsir götürüb diyar və diyar gəzdirdilər. Ey Şəbibin oğlu, əgər hansı müsibəti ağlamaq istəyirsənsə, İmam Hüseynin müsibətinə çox ağla. Onun başını, qoyun başı kəsilən kimi kəsdilər. Kərbalada əzizlərin başları ilə kəsib, yollara dərgə-dərgə düzdülər. Və neyzaya taxıb, qız gəlinlərin qabağında onlara işkincə verməklə, atın döşlərinə qatıb, Şam'a qədər sürükləməklə, hətta uşaqlar yorulardı, əllərini atın quyruqlarına bağlamaqla bu cür zülümlər qərar veriblər. Böyük müsibətdir. Yer ve göyler onun qətlini ağlayıblar. Bəli, hədisdə var, mələklər də bunu çəkib. Qiyamət günündə görəcəyik, 40 gün güneş qıpqırmızı sübdən akşama qədər çıxıb. Qəzzabli olanda insan nərəngə düşər, sifəti qızarar. Deyirlər ki, günün qızartısı səbəb edirdi ki, Allah bu işə nə qədər göz qəzzablanır. O gün şahadat günü göyden melekler tökülüp
İmam Hüseyin'in o nəşinə öz qanadlarını sürtüblər. Hər gün 70 bin mələk gəlir Kəbəni, Mədinəni, Küfəni və Kərbəlanı ziyarət edib qalxırlar göyə. Onlara bir də növbə qaldı qiyamət günündə. 4000 mələk gəldi İmam Hüseyinə kömək eləsin. İmam Hüseyin icazə vermədi. Dedim, mənim Allahla əhdim var. Bu yolda mən şəhid olmalıyam. Onlar daha göyə qalxmadılar. Bu günədən oradadılar. Gələn zavvarları qarşılayıb və yola salırlar. Və dua edirlər. Və onlar dünyasını dəyişəndə cənazə namazında iştirak edirlər. Və qəbrinə girib sorğu-sual, ora bir işıq gətirdin deyirsə, o işi yerinə yetirirlər. Hər yerdə torpağı yemək həkimlər var, bilir, haramdır. İmam Cəfər Sadıq buyurub, dərdin üçün, xəstəliyin varsa, çarəsizsən, bir miqdar İmam Hüseynin qəbrinin torpağından suya qatıb içmək dərdlərə dərmandır. Hər yerdə ehsan, bədən əzalarına xeyir haqqında bir şey yazılmayıb. İmam Hüseynin ehsanı fərqlidir. İnsan o ehsanatdan yiyir, parçalanma, həzm prosesindən sonra o şirə ki qana keçir, qan kapiller her yeri gəzir, harda nə xoşluq var onu safa verir. Hz. İmam Hüseyin Aleyhisselam'ın əzizlər, ziyarəti edən kəs nə qədər yol edibsə, ayla, günlə Allah onun ömründən keçəcək. Allah'a yaşayacaq. Bir dirhem xərc edibsə, Allah vəzindən 1000 dirhem verəcək. Əgər o Kərbala ziyarətinə gedibsə, bəzi hədislərdə var, onu tanıyaraq orada ibadət etsə, elə bir Allahı ərşidə ziyarət edir. Bəh, 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 bəh. Hədisdə var, həcc ümrə ziyarəti, həcc təməttü ziyarəti savabı qədər Kərbalaya gedənin savabı olar. Sizə qurban. Yani çoklu sayıda bizim hadislerimiz var ki Hz. İmam Hüseyin'in ziyaretinin fazileti. Debel adlı bir şair var idi. Gelirdi İmam Rıza'nın yanına. Məhərrəmlikdir, ağa gelmişik sana başsağlığı verək. Deyirdi, de görüm qəsidə yazmışsan bir şeir, şairsən. Dedi, ağa yazmışsan Kərbala müsibətindən. Dedi, Debel yaz. Yazanı da Allah bağışlayar. Onu okuyanı da Allah bağışlayar. Ağladanı da Allah bağışlayar, ağlayanı da Allah bağışlayar. Ağca qanadın qanadı kadar gözünden yaş aksa Allah onu da bağışlayar. Yani İmam Hüseyin için Allah her şeyden geçer. Tüm İmam Hüseyin'in neyi vardı Allah yoluna geçti. Bah 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 bah. Balinen dolan göz gördü, üstüme bir saya salındı. Köyün nuri azaldı, uzanan yerdi. Dedi, aya kimsen, nəçisən? Dedi, Hüseyin qurbanınam, Cəbrailəm mən. Yadımdadır uşaq ikən beşiyimi tərpədən idim mən. Dedi, Cəbrail çək şapəri, həya elə. Girişmə aşıqla məşuq arasına. Görmürsən ürəyimdən qan axey, Rəbbim mənə baxey, çək şapəri, həya elə. Mən onun razılığına yatırmışam bu kölə. Allah Allah Allah. Heç bilmirəm harda qaldı, naxılır bu qəyyar, Cəbrail. Heç bilmirəm ox nədir, şəmşir nədir. Mən buradan deyirəm, görmüşəm, futbol oynayanda, Kərbalay Kənan söhbət eləmə. Futbol oynayanda, kubok arada varsa, mən görmüşəm, o vaxtlar baxırım televizorda. Hakim qıçı sinənə deyir ki, ayağı sinənə, getmə döyüşə. Buna baxmayaraq o hərəkət edir. Ağrı hiss etmir. Niyə? Hədəf kubokdur. Arzusuna yetişməkdir. İmam Hüseyin üçün bu boyda oxlar heç bir təsir qoymurdu. Hədəf Allahın razılığını qazanmaq idi. Ay cəmaət, çünki cəhdi İbrahim Peyğəmbər öz oğlunu vermişdi Allah yolunda. Tamam peygamberler. Allah Kur'an'da buyurur Ali İmran 3. sure 92. ayette insan neye sahiptir? Sevdiği ne var? Onu Allah yolunda harclanmasa saadete çatmaz. Sevdiği pul, evlat, servet, maşınlar, vazife, can her şeyi kesmelidir Allah için. Belki Allah onun emrinden kabul eder. Size kurban. Bah bah, ne güzel seslenir oklar havada. Ay Cəbrail, heç Davud peygamberin sesi olmaz o sadada. Tek şafari, hay hayla.
İmamat gücüyle onu kovdu. Dedi girişmə məndən Allahla. Sizə qurban. Allah baxır, ona göre söz verib. İmam Hüseynin məclisində əyləşəndən onu dilinə gətirən, ziyarət, bu qəbildən bütün şəxslərin hamısının günahlarını bağışlayarak. İmam Hüseynin məclisində elə bir hikmət var. Bir dənə gilə göz yaşı sənin 70 illik günahları əlindən alar. Yəni sənin Allah günahını bağışlayar. Mələklər o məclislərə gələr, şişə qablar gətirərlər cəmaat, ağlayanların göz yaşını yığarlar. O demək deyil ağla ona, ancaq bu faciəni danışanda qəlb ağlayır sizə. Ürək yanır, ürək yanır. Allah'a verir.